etirazlara necə yanaşmaq lazım? Bu beyninizdən başlayır bizim. Yəni etiraz aman da olmaz, düşmən kimi, problem kimi yox. Çünki satış varsa, satış prosesi varsa daimi etiraz olacaq. Ümumiyyətlə etiraz satış prosesinin bir hissəsidir. Satışsız etiraz olmur. Yəni bunu belə bilək biz. Yəni satış üçün kənar bir şey deyil, problem deyil. Satış varsa, biznes varsa orada etirazla qarşılaşacaq. Bu mümkün deyil. Belə bir düz dünya yoxdur. Əsas burada məsələ etirazın qarşısını almaq yox, etirazı necə aradan qaldırmaq lazımdır. Etirazı necə gözəl bir satış prosesinə keçirmək lazımdır. Etirazdan necə özümüzü inkişaf elətdirib özümüzdə özgüvən formalaşdırmaq lazımdır. Əsas zehniyyətimizi bunu fokuslandıraq. Oldu mu? Hər zaman bu işin olmazsa olmazı. Çünki mən illərlə bu iş içindəyəm. Çox peşəkar satçılar görmüşəm. Yəni yenə deyirəm, IQ tərəfləri əla, hesab, kitab, hər şey. Amma gəlirsən bu mövzularda çox zəifdirlər. Bir balaca dara düşməyinə, çətinliyə düşməyinə müştərini itirirlər. Nə olsa hesab kitabın gözəldir. Amma müştəri münasibətlərində bunlar bilavasitə ən vacib nüanslardan biridir.